qeyd etdim ki, biz neçə vaxtdır ki, Azərbaycan prezidentinə, hakimiyyətinə müraciətlər etmişik bizim Talış problemlərimiz barədə. Xahiş etmişik ki, bu problemləri həll etsinlər. Ya bizim nümayəndələrdən kimisə çağırsınlar, biz söhbət aparaq, problemlərimiz barədə danışaq. Axırıncı dəfə bu bəyanat oktyabrın 2022-ci ilin oktyabrında verilib. Orada da biz bir daha yenidən Azərbaycan hakimiyyətini çağırdıq ki, bizim problemlərimiz var. Yəni sonra bunun da səbəbi o idi ki, bizə çox vaxt deyirdilər ki, güya biz Azərbaycan hakimiyyətinə müraciət etmirik. Bu bəyanat var, göndərilmə tarixi var. O günləri Facebook səhifəmdə də bunu qoydum. Ancaq çox təəssüf edirəm ki, bizə heç bir cavab verilmədi. Yəni elə alındı ki, bizi, Talış xalqını bunlar heç kim saymır.